Gürcüstan parlamentinin sədri Almaniyanın səfirinin bəyanatına cavab verib və sosial şəbəkədə yazıb ki, zorakılığı dinc etiraz adlandıran şəxs yalançıdır. Məlum olduğu kimi Peter Fischer demişdi, prezidentin, baş nazirin, parlament sədrinin və digər deputatların daim sənə yalançı və zorakılığın tərəfdarı olduğunu deməsi əlbəttə ki, xoş deyil. Papuaşvili isə buna cavab olaraq bildirib. Əslində bu xoşa gəlməz vəziyyətdən çıxış yolu çox sadədir. Yalan danışmayın və zorakılığı dəstəkləməyin. Zorakılığı dinc etiraz adlandıran şəxs yalançıdır. Faşist şüarlar fonunda poza verən isə zorakılığın tərəfdarıdır. Timsah gözyaşları həqiqəti gizlədə bilməz. Gürcüstanla bağlı debatlar Hudson İnstitutunda keçirilib. Gürcüstan geosiyasi yol ayrıcında İranın təsir və strateji rəqabət adlı müzakirədə sabiq deputat Georgi Kandelaki və Amerikalı tədqiqatçı Luke Coffey iştirak ediblər. Debatlarda Respublikaçılar Partiyasından Amerikalı konqresmen Joe Wilson da çıxış edib. O bildirib ki, Gürcüstanın hakim partiyası Tehranın terror rejimi ilə əməkdaşlıq edir. Müxalifət Alyansının 26 may tarixinə planlaşdırdığı aksiyaya sabiq prezident Mikhail Saakashvili dəstək ifadə edib. Keçmiş Müdafiə naziri Baço Axalayya isə hakimiyyətin devrilməsinin vacibliyindən danışıb. Müstəqillik günündə Müxalifət Alyansının aksiya planı müxalifətin bir hissəsi tərəfindən tənqid qiymətləndirilir. Hakim komandada isə bildirirlər ki, Alyansın planlaşdırdığı aksiya növbəti uğursuzluğuna məhkumdur. İranın ali dini lideri Moştaba Xamenei İranın silah istehsalı üçün yararlı uranının ölkədən çıxarılması barədə direktiv verib. Bu barədə Reuters İranlı yüksək vəzifəli şəxslərə istinadən məlumat yayıb. Mənbələrdən birinin sözlərinə görə, ali liderin göstəriş və ölkə daxilində formalaşmış ümumi mövqe ondan ibarətdir ki, zənginləşdirilmiş uran ehtiyatı ölkədən çıxarılmamalıdır. İran rəsmiləri hesab edirlər ki, uranın xaricə göndərilməsi ölkəni ABŞ və İsrailin mümkün gələcək hücumları qarşısında daha həssas edə bilər. Nəşr yazır ki, bu qərar ABŞ prezidenti Donald Trumpı daha da qəzəbləndirə və müharibənin dayandırılması ilə bağlı aparılan danışıqları çətinləşdirə bilər. ABŞ dövlət katibi Marco Rubio bildirib ki, hazırki mərhələdə ABŞ ilə Küba arasında sülh yolu ilə razılaşma əldə olunması ehtimalı yüksək deyil. Bununla yanaşı o vurğulayıb ki, Vaşinqton hər zaman danışıqlara üstünlük verir. Rubio əlavə edib ki, Küba ABŞ-ın $100 milyon humanitar yardım göndərilməsi təklifini qəbul edib. Dövlət katibinin sözlərinə görə ABŞ prezidenti Amerikalıların təhlükəsizliyini daim birinci yerə qoyacaq. Belarus prezidenti Aleksandr Lukashenko bəyan edib ki, ölkəsi Ukrayna ilə müharibəyə qoşulmaq niyyətində deyil. Lukashenko bu açıqlamanı Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın Ukraynaya Belarus ərazisindən hücum edə biləcəyi ilə bağlı ehtimal səsləndirməsindən sonra verib. Bununla yanaşı Belarus lideri Kiyevi xəbərdar edib ki, aqressiya halında Belarus və Rusiya birgə müdafiə olunacaqlar. Lukashenko əlavə edib ki, əgər Zelenski də istəsə onunla görüşməyə hazırdır.